birdən qardaş səsi gəldi xeymələrə. İlk dəfə idi dilinə qardaş sözü gətirirdi. Heç vaxt Hüseynə qardaş deməmişdi. Həmişə deyirdi, ağa, mövla. Niyə deyirlər, xanım Zəhra başının üstünə gəldi deyə cürət tapdı, dedi qardaş. Dedi, anam Zəhradırsa, qardaşım da Hüseyn də ilk dəfə idi. Xanım Zəhra baş üstündəydi. İmam Hüseyn bu səsi eşidəndə bilir kimin səsidir, amma dedi, bacı Zeynəbə dedi, bu kimin səsidir? Dedi, Əvvəlfəzin səsi. Bir o məqamda əlini qoydu belinin üstünə, dedi, Əl-an inkəsərə zəhri, indi Hüseynin belisin. Dedi, Hüseyin, məni bu halda xeymələrə aparma, uşaqlara su söz vermişəm. Qəyə ağlayanda dedi, əmi su istəmirəm, özü istəyirəm, dur ayağa. Da mən su istəmirəm.